Əziz dostlar, dəyərli Pozan Medianın izləyiciləri, bu günləri dörtlü bir podkast eləmək qərarına gəldik. İranda baş verənləri müzakirə eləyəcəyik. Bütün hallarda Azərbaycana təsiri var. Həm qonşu olaraq kifayət qədər uzun məsafəli, təxminən 300 kilometrə qədər olan bir sərhədimiz var və eyni zamanda orada 30-40 milyon Azərbaycanlı yaşayır. Bu ölkədə nə baş verir, əlbəttə ki, bizi maraqlandırmalıdır. Qonaqlarımız Dünya Azərbaycanlıları Konqresinin Avropa təmsilçisi Əli Hacı, Qurtuluş Partiyasının sədr müavini, siyasi bölüm başqanı Əli Eşqi və Güneyli alim Mahmud Şirvanidir. Əslində, proseslərin bu dərəcədə qızışması, dünən Trumpın açıqlaması, onun ardınca İranın ali rəhbəri Seyid Əli Xamneyinin açıqlaması məsələnin kifayət qədər ciddi olduğunu göstərir. Hətta Trumpın açıqlamasından sonra da bəlli oldu ki, İranın, daha doğrusu ali rəhbərin B planı çox güman ki, yaxın vaxtlarda işə düşəcək. Yəni, onun qaçması ilə bağlı Avropa nəşrlərinin təxminən bir həftə əvvəl anons etdiyi plan reallaşa bilər. Dünən bu planın təsdiqlənəcəyini Trump da təsdiq elədi. Bütün bunları biz veriliş müddətində müzakirə eləyəcəyik. Daha doğrusu Azərbaycanlılar nə gözləyir? Güney Azərbaycanlıları, Azərbaycan türklərini daha doğrusu İranda nə gözləyir? Və bu məsələlər sonda nə ilə nəticələnə bilər? Mən ilk növbədə Əli Eşqiyə sözü vermək istəyirdim. Azərbaycanın da bildiyimə görə yeni gəlib. Əli Eşqi prosesləri dəyərləndirsin. Neçə illərdir mübarizə aparır. Güney Azərbaycanla bağlı mübarizə aparır. Əli bəy, İranın tarixində şaha qədər təxminən mənim bildiyimə görə 6-7 belə bir geniş miqyaslı üsyanlar olub. Və biz sizlə bağlı bir film çəkmişdik, siz də o üsyanlarda iştirak eləmişdiniz. Və sonuncuda şah devrildi. Şahdan sonra İnqilab hökuməti, belə deyək də, İslam inqilabından sonra artıq 4-cü səhv eləmirəmsə belə böyük bir ixtişaşlarla biz üz-üzəyik, qarşı-qarşıyayıq. Sizcə nə baş verir? Yəni bu İranın hökumətinin, ali rəhbərliyin, ofisinin kənar təzyiqlər deyə İsrail və Amerikanı göstərməyi ilə yaranıb bu proseslər, yoxsa sözün əsl mənasında xalqın vəziyyəti çətindir, əhalinin vəziyyəti çətindir, iqtisadi tələblər üzərində qurulub, yoxsa digər tələblər var bu barədə istəyərdim danışardınız. Çox təşəkkür edirəm bizi ilk öncə Pozan TV mediasına və Pozan Media qrupuna, əməkdaşlarına, səhnə arxasında olan dostlarımızın hamısına dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Xüsusilə Niyaz müəllim sizə ki, zəhmət çəkirsiniz, ilk olaraq bizim bura gəldiyimizi eşitdiniz və bu dəyərli masanın, bu podkastı masasını təşkil edildiyinizə görə təşəkkür edirik. Pozan Media ilk YouTube kanalıdır ki, ilklərdən biridir ki, Güney ilə bağlı həsr olunmuş verilişləri daha çoxdur və Güneyimizdə də Pozan Medianı kifayət qədər izləyənlər var və seyr edənlər vardır. İran adlanan ölkənin daxilində gedən proseslərə gəldikdə çox dərin bir proseslər gedir və getməkdədir. Hər an və an, yəni hər şey ola bilər, hər şey gözləmək olar. Dünən saat 12-dən etibarən bütün cənub bölgələrində, xüsusilə də Azərbaycanda türk yaşayan yerlərin hamısında internet əlaqələrində bir dəfəlik sıfır alıbdır. Heç bir əlaqəmiz yoxdur. Heç bir irtibata keçə bilmirik. Maalesef. 47 ildir ki, millət yenə də inqilab, 47 il bundan öncə inqilab Tehrandan baş verdiyinə görə, təbii ki, 47 il bundan öncə də elə indiki kimi də, bu 12 gün, 13 gün bundan qabaqdakı kimi Tehran bazarından başladı. Tehranın bazarı kimdir? O da biz Türklərik. Tehranın bazarının demək olar ki, 70-80% biz Türklərin əlindədir. Bütün sahələrdə, bütün sektorlarda. Bunu dünyanın hər yer bilirlər. Biz başlatdıq, amma sonuncu nöqtələrdə Təbrizdən Türk milləti inqilabın nöqtəsini qoydu və abzası. Amma biz Türklər kənarda qaldıq. Qudrətə başqa insanda gəldi geçdi. Qudrətə ayrı insanda gəldi geçdi. Fars şovinizminin, Fars sistemi İran şəhərdə gəldi geçdi yuxarı. Adı dəyişildi, tac götürüldü, əmmamə qoyuldu onun yerinə, heç fərq eləmədi. Elə Azərbaycan türklərinə yanaşı Bəluçlara da, Kürdlərə də, Ərəblərə də, Farsların bəzi bölgə özlərinə də çox böyük kəsin şəkildə təzyiqdə artdı.
Bunları nəzərə alaraq Niyaz müəllim 12 gündür ki, prosesdə başlayıbdı. Biz Türklər olaraq heç bir prosesə qoşulmadıq. Yəni kənarda qaldıq. Bütün televiziyalar, İran International tutdu, BBC tutdu, Səday Amerikanın səsi tutdu, bütün xarici televiziyalar hamısı biz Türkləri suslandırdı ki, yəni layiqi olmadığımız sözlər bizlərə söylərdi ki, siz niyə qoşulmursunuz? Və bütün dünyada bunu bilir və Azərbaycan mediasında, Türkiyə mediasında bunu vurğuladı ki, Təbriz işə qoşulmasa bu işə son qoyulmayacaq. Nəhayətən biz Dünya İstirahat gün Güney Azərbaycan siyasi təşkilatlarının əməkdaşlıq şurasının tərəfindən bir bəyanıya verildik. Yəni bugün etibarıyla, bugün şənbə günü 6-cı gün saat, axşam saat 4:30-da milləti çağırır, yəni xiyabanlara gözləyirik, mitinqlərə başlayırıq. İndi baxacağıq, internet əlaqəsi kəsilibdir, xəbərimiz yoxdur. Sonrası nə olacaq görək, yaşayıb görəcək. Təşəkkür edirəm. Amma dünən bəyan elədilər ki, Musk Starlink-i Pekindən bunlara İrandakı proseslərlə bağlı əraziyə internet verir. Yalandır. Amma bəzi mənbələrdə bunu təsdiq eləmir. Onun qurğusu lazımdır, onun antenası lazımdır, onun peyki lazım olmaz. Siz Əli bəy, Azərbaycanlıların passivliyindən danışdınız. Sözün həqiqi mənasında o passivliyi mən də müşahidə edirəm. Və bu ixtişaşlarda, daha doğrusu etirazlar deyək, etirazlar sonradan ixtişaşlara çevrilir. Liderlik problemi və Rıza Pəhləvinin üzə çıxması tendensiyasını biz müşahidə edirik. Və mən ümid edirəm ki, bununla bağlı Mahmud bəy bizim sualımıza cavab verir. Lazım olsa siz də münasibət bildirərsiniz. Sizin Azərbaycanlıların passivliyi ilə bağlı məncə bəlkə bir qorxu var. O qorxu ki, Azərbaycanlılar həmişə arxa planda olub. Deyək ki, bu günləri Amerika bilirsiniz, Rıza Pəhləviyə hardasa dəstək verir. Çünki Trump deyir, mən onun Rıza Pəhləvinin fəaliyyətini izləyirəm filan və bu da insanlar tərəfindən izlənilir. Xüsusən də İranda yaşayan bütün xalqlar tərəfindən izlənir. Keçmişin acı təcrübəsi və təzadları Rıza Şahla bağlı, Şah ailəsi və səltənəti ilə bağlı insanlarda bəlkə bu etibarsızlığı yaradır ki, bu günləri Venezuelada baş verənləri biz unutmayaq da. Çünki hadisələr elə cəryan edir ki, Amerika hara əlini qoyur, orada da idarəsizlik mexanizminə sahib olur. Məsələn, sabahları rejim devrildi, bugünkü hakimiyyətdə İranda. Amerika Rıza Şahı gətirdi, qoydu ora. Yəni, xalq güclərin qarşısında aciz qalacaq. Cənab Prezident İlham Əliyevin də bir söz var, deyir, kim güclüdür, o da haqlıdır. Bəlkə bundan ehtiyat edir xalq ki, bu kimi versiyalar var, bu kimi variantlar var. Güclərin belə bir variantları var, Amerika kimi, Avropa kimi ki, sabahları Molla rejimini devirib, digər bir, belə deyək də, ona bənzər hakimiyyət quracaqlar. Azərbaycanlılar yenə kənarda qalacaqlar. Bəlkə bu qorxu var. Əslində, Niyaz müəllim, bu 12 gündə biz yəni meydanlardaydıq. Susmaq özə bir növ taktikdir. Biz susmağımızla bütün dünyaya, əgər 12 gün Azərbaycan Türk milləti, İranda yaşayan Türk milləti, Azərbaycan deyəm, orada çox çeşitli Türk millətləri vardır. Əgər 40 milyon, 45 milyon İran ərazisində yaşayan Türk milləti bu 12 günü susmasaydılar, Şah Pəhləvinin oğlunu çoxdan yatimizdən başlı qoymuşlar ora. Bizim susmamız bahis oldu ki, dünya medyası bu dəqiqə geri otursun. Bahis oldu ki, Trump bu günləmə Rıza Pəhləvi ilə görüşündə desin ki, hələ əl saxlamamız lazımdır. Hələ onu etibar eləmək olmaz. Bugün bəklənir, bugün Türk milləti meydanlarda yumruğunu möhkəm masaya vurarlarsa, bütün dəngələr bozulacaq. Bütün dəngələr bizim xeyrimizə çevirə bilər. İnşallah, gözləyək prosesi. Mahmud bəy, siz nə deyirsiniz bu proseslərlə bağlı? Mənim bildiyimə görə sizin yanaşmanız tamamilə fərqlidir. Məsələn, İranın parçalanmasını istəmirsiniz. Amma bir çox çıxışlarınızda ölkədəki problemlərin, sosial-iqtisadi problemin mövcudluğunu etiraf eləmişsiniz. Bax, indiki halda nə düşünürsünüz? Nə baş verə bilər? Bugün buradayam, azadlığın həddi, hududu olmayan bir ölkədəyəm. Və millətimin bu problem, böyük dəhşətli problemləri ilə bağlı bu günlərimə burada bu məsələ ilə bağlı söhbət gedir. Ona görə xalqım adından da Azərbaycandan çox təşəkkür edirəm. 100% əlbəttə ki, maraqlanmaq lazımdır bütün qonşu ölkələr İranın məsələsi ilə. Çünki İranın məsələsi indi təkcə İranın özünə aid deyil. İranda hər bir ixtişaş və hər bir problem
qonşulara da sirayət eləyəcəkdir və qonşu ölkələr də bu ixtişaşdan, bu hərc-mərcidən ziyan görəcəklər. Bu məsələ İranın iç işidir, iç məsələsidir və içində də bu məsələ həll olunmalıdır. Bu millətin hal-hazırdakı olan ixtişaşlarıdır, indi etirazlarıdır. Nə olursa olsun dəstəklənir. Mən də dəstəkləyirəm. Hər bir azadə xalq tərəfindən də dəstəklənməlidir. Bunlar tamamilə hakimiyyətin yaratdığı və nəticəsidir. Səhv nəticələri, səhv siyasətin nəticəsidir ki, millət bu gün ixtişaş eləyə də bilər, millət qıra da bilər, millət indi kim sözünü deyə bilir, deyə də bilir, kim deyənmir, qıra da bilər. O millətin haqqı var. Bu gün həqiqətlər burada deyiləcəkdir və bir daha da Azərbaycan demokratik ölkə olduğunu cümlə dünya bir də müşahidə eləyəcək ki, Azərbaycan həqiqətən İslam ölkələrində demokratik bir ölkədir. Bu gün burada həqiqətlər deyiləcək. Əlbəttə ki, xalqımıza qarşı biz məsuliyyət daşıyırıq, siyasi olaraq, alim olaraq. Mən həmişə demişəm və yenə də təkrar eləyirəm ki, İranda bu vəziyyət iqtisadi və məişəti bu həddə gəlib çatıbdır. Əlbəttə ki, o ölkənin alimləri ölməlidir. O ölkənin böyükləri, ağıllıları ölməlidir. Necə ola bilər ki, bu həddə gəlsin, çatsın, susuzluq problemi, yəni enerji problemi, iqtisadi problemi, ümumi fəlakətə yürüyür İranın milləti. Və inşallah ki, bu günlərimə fürsət olar millətə yol göstərmək barəsində ya indi necə bu vəziyyətdən çıxmağın barəsində burada danışacağıq inşallah. Əli bəy, sizlə davam eləyək. Deməli, xaricdə yaşayan Güneyli soydaşlarımız, siz Dünya Azərbaycanlıları Konqresi, xüsusən şəxs olaraq siz Avropa təmsilçisi işləyirsiniz. Bax, belə kritik zamanlarda nə düşünürlər? Niyaz bəy, təşəkkür eləyirəm. Güney məsələsinə bu qədər diqqət ayırdığınıza görə çox böyük müdrik bir kəlam var. Deyir, ideyaları kütləyə qəbul elətdirəndə gücə çevrilir. Bayaq qeyd elədik ki, keçən əsrdə 3 inqilab olub. Üçün də orada yaşayan türklər eləyib bu inqilabın üçün. Amma özlərinə nə müstəqillik qismət olub, nə azadlıq qismət olub. Mən 23-cü ildə Şah Əhmədin devrilməsindən bir frazanı danışım sizə. Orada Rıza Şah hakimiyyəti təhvil alanda demokratik dövlət yaratmaq istəyirdi. Amma mollalar o zaman özləri üsyan qaldırdı Şah rejiminin qorunub saxlanılması üçün. Həmin bugünkü hakimiyyətdə olan mollalar, onların köhnə təmsilçiləri. Və sizdən bir ziyalı olaraq xahiş eləyirəm ki, 37-ci ildə biz Azərbaycanlı sözün qəbul elətdiriblər. Güney Azərbaycan dediyiniz yer Zəncanda bitir. İran adlanan məmləkət Səlcuqlar dövründən üzübəri türk torpaqları olub. Min illərdir o torpaqlara türklər sahiblik eləyir. Və orada yaşayan xələş türkləridir. Belə götürəndə Oğuz türk, əksəriyyəti Oğuz türkləridir. Şahsevənlərdir, Qaşqaylardır. Güney Azərbaycandır Zəncana qədər, Xorasan türkləridir, Türkmən elidir. Bütün bunların hamısı İranda, Tehranın özündə 9 milyon türk var. Onun aşağısında Qəzvin, orada fars yaşamır, Kərəcdir, bütün inqilablar oradan başlayır. Orada 550 min əhali var, orada bir dənə fars yoxdur. Məmur ola bilər, amma yaşayış kimi gəlib orada məskunlaşan fars yoxdur. 45 milyonluq türkə Azərbaycanlı demək, ən azından biz ziyalılar üçün savadsızlıq kimi görürəm. Ora türk torpaqlarıdır və orada yaşayanlar da türklərdir. Onların boynuna məcburi şəkildə Azərbaycanlı ifadəsini qoymayaq, Azərbaycanlı sözünü qoymayaq. O torpaqlar Türkistan torpaqlarıdır və orada yaşayanlar da türklərdir. Biz onları türklər kimi qəbul edək. Bu, dünyaya səpələnmiş, sizin dediyiniz Güney Azərbaycanı götürəndə biz 45-46-cı ilin talihini yaşayacaq.
45-46. Çünki inqilablar başlayanda Heydər Əmiyoğludan, Səttarxanla, sonrakı dövründə Pişəvəri hərəkatında, bütün bunların hamısında başlayan hərəkatda çatışmamazlıqları biz izah eləmədən, təhlil eləmədən bu gün də meydanlara atılmağımız Əli bəy dediyi ki, düzgündür. Bizim bugünkü seçimimiz təkcə öz talihimizi yox, ideyalarımızın talihin kütləyə yeritmişik, qəbul elətdirmişik ki, gücə çevrilə bilsin. Biz o gücü gözləyirik ki, türk sözün axırda deyə bilsin. O güc nədən ibarətdir? Bugün bayaq qeyd elədiyiniz kimi Amerika və İsrailin 12 günlük müharibəsində xalq bayrağı nümayişlərə çıxa bilmədi, nə qədər səsləndilər. Çünki Rıza Şahın oğlu onun varisini qəbul eləmədilər. Xalq olaraq 46-cı ildə təkcə 30 min əhalimizi Təbrizdə həmin şah rejimi qırmadı mı? 23-cü ildə türklərdən hakimiyyəti alan gəlib Təbrizdə də bizim milli muxtariyyətimiz, sonradan öz müstəqilliyini elan edən hakimiyyətimizə qarşı zorakılıq işlədib 30 min və 100 minlərlə əhalini Güney Azərbaycandan, Şimali Azərbaycana köçürtmədi. Sibirdə çox çürüdü, öldü. Bütün bunları yaşayan xalq və yaxud da 79-cu ildə meydanlara atılıb Fransanın əli ilə molla rejimin bərpa eləyən 23-cü ildən əslində molla rejimi idarə eləyirdi. Şahlıq rejimi, türk rejimi hakimiyyəti devriləndən sonra. Yenə molla rejimin hakimiyyətə gətirəndən sonra yenə meydanda uduzan Güney türkləri olmadı mı? Və bu gün bunların səhvlərini ortaya qoyub analiz eləyəndən sonra bəli, meydanlarda sözün demək üçün yox, gücün göstərmək üçün türk meydana atılmalıdır, nə qazanacaq? Nə vaxt? Və bu mənada bizim ölçümüzdə Fars əyalətlərindən başlayan inqilablar Amerikanın əli ilə, İsrailin əli ilə yenidən şahlıq rejimin İrana qaytarmaqdırsa, bizim ölçümüzdə türklərin ayağa durub İranın bütövlüyü uğrunda mübarizə aparıb, türk torpaqları uğrunda mübarizə aparıb İranın parçalanmasına imkan verməməkdir. Və orada hakimiyyətin legitim prezidenti var. Xalq tərəfindən seçilmiş yeganə prezident var. Onun ətrafında birləşmək lazımdır. Molla rejimini devirmək lazımdır. Çünki idarəçilik forması deyil molla rejimi. Dünyanın heç yerində belə bir rejim yoxdur. Və onların apardığı islahatlar 47 il ərzində xalqa nə verib, bütün dünya bilir. Bu günləri molla rejimi müdafiə edən Avropa ölkələri, sən birinci ayağa türk kimi qalxsan, sən gücünü göstərsən, birinci səni əzəcəklər. Çünki onların bütün milyonları, paraları hamısı Avropa ölkələrin yaşadır. Həmin o dediyimiz inflyasiyadan Avropa ölkələrin bugün hakimiyyətdə olan Sepah və molla rejiminin paraları hesabına yaşaya bilir. Bunları fikirmək lazımdır. Amma öz içində, daxilində iqtisadiyyatı gəlib 0 dərəcəsinə düşübdür. Bunları fikirləşəndə ideyalarımızın ətrafında birləşmək lazımdır ki, ideyalarımızın ətrafındakı İran mı olacaq, Türkistan mı olacaq, bütün bunlar sonraki prosesdir. Farsistan mı olacaq, bölünəcək, federasiya şəklində mi olacaq? Bu, sonraki prosesdir ki, özümüz öz talihimizi həll edəndə. Bugün güc bizim əlimizdədir. Hakimiyyəti təmsil edən türk var. Prezident var, legitim hakimiyyətdir. Biz bəli, Amerikanın da, İsrailin də insan azadlığına qarşı, iqtisadi mübarizəyə qarşı, iqtisadi sabotaja qarşı İranın apardığı siyasəti qəbul eləmirik, bəyənmirik. Bəli, bu rejim devrilib, konstitusiyon əsaslarla hakimiyyəti və səlahiyyət çərçivəsində indiki hal-hazırki məxsus persiyana verməlidir. Bu zaman nə verə bilər Niyaz bəy? Bu zaman İran parçalanmır, İran öz dövlətçilik funksiyasını yerinə yetirir, yaşaya bilir, ixşaşlara son qoyulur, inqilablara son qoyulur. Yəni, içəridə olan daxili islahatlar xalqın özəli ilə həyata keçirilir, xarici qüvvələr olmadan. Amma bu o demək deyil ki, xarici qüvvələr olmasın. Bugün İran, yəni, beynəlxalq aləmə çıxmaq üçün prezident səviyyəsində, demokratik islahatlar səviyyəsində çıxmaq lazımdır. Və bunu da xalqın əli ilə, legitim prezidentin əli ilə yenidən təzə bir demokratik usulla beynəlxalq aləmə çıxıb o islahatları yapar. Yəni demək istəyirsiniz, idarəçilik mütləq dəyişməlidir. İdarəçilik mütləq dəyişməlidir. Bu rejimdir. Rejim dəyişməlidir və konstitusyon əsaslarla prezidentlik institutu yaradılmalıdır ki, 7-ci əsrdən qurtarıb dünya sivilizasiyasına qoşulmaq lazımdır. Aydındır. Əli bəy, siz nə düşünürsünüz bu barədə? Mən Əli müəllimin dediklərinə razıyam, amma bir dənə o bir bölümünə ki, Pezeşkiyan, Türkdə Pezeşkiyan təsdiqləməlidir, o bölümdən biraz tərəddüdüm vardı. Ona görə ki, yadınızdadırsa Pezeşkiyan ilk seçki kampaniyasında bəzi vəddə vədlər verilir millətə önündə.
Bunu dünya bilir ki, əgər Türklərin rəyi olmasaydı, Türklərin ona verilən səsləri olmasaydı, prezident ola bilməzdi. Pezeşkiyan, əgər baxanda 47 il Molla rejiminin hakimiyyətində baxanda İran adlanan ölkədə Pezeşkiyan ən təmizidir. Buna şübhə yoxdur. Nə rant alıbdır, nə pul yiyibdir, nə bir həkim kimi də öz funksiyalarını millətin önündə, millətə qarşı həyata keçirib öz məsuliyyətlərini, öz vəzifələrini, borcunu yerinə yetiribdir. Amma siyasi xadın ki, onu biz qəbul edə bilmirik. İndinin özündə. İndinin özündə də. Çünki bu adam bir dənə, yəni ilk gələn gündən, dövlət başçısı seçilən gündən, yəni mənə ağanın əmri olmasaydı mən Cumhurbaşqanı ola bilməzdim. Ağa olmasaydı mən ola bilməzdim. Ağanın dəstəyi olmasaydı mən bura gəlib otura bilməzdim. Ağanın əmri olmasaydı mənə burada seçə bilməzdiniz. İndisi də ki vardır, düzdür, bəzi sözləri Milli Məclisin tribunasında söyləyir yerində. Amma biz Türklər, indi bu dəqiqə Pezeşkiyana rəy verən Türklər ki vardı, onlar Cumhurbaşqanı seçiblər, bu dəqiqə onların %90% inandığım istəkli peşmandırlar. Əgər Pezeşkiyan, Əli müəllim dediyi kimi, əgər Pezeşkiyan bu hərəkatını, liderliyini, bu rəhbərliyini qəbul edə, yəni funksiyasını daşımaq şeyindədir, gücündədirsə, çıxsın desin ki, ey millət, mən sizin seçdiyiniz prezidentəm, 47 ildə İran mollaları, İran rejimi bura kimi bütün Türklərə yox, Farslara da, Kürdlərə də, Ərəblərə də, Bəluslara da, Mazənlərə də, Gidəklərə də hamıya qarşı zülmlərdə eləyibdir. Demokratik usullardan qıraq olubdur. Rantda belədir. Mən bu dəqiqədən etibarən Cumhurbaşqanlığından istifa verəcəm. Əli bəy, Mən sizin yanınızda... Yox, sözümü bitireyim. O zaman görün ki 40 milyon yox, 45 milyon yox, Farslar özləri də, Ərəblər də, Kürdlər də Pezeşkiyan arkasında durmasalar, onda biz siyasətdən bir şey bilmirik. Amma deyə bilməz. Bugün desən, gərəsə hərə kimi sağ çıxa bilməyəcəkdir. Rəisin aqibətini yaşayırlar. Təbii ki. Əli bəy, bu daxili çəkişmələr İranda milli mənsubiyyət şəklinə çıxmayıb hələ. Millilik daşımır hələ. Haçına qədər çıxacaq bəs? Üzr istəyirəm, qoy ifadəmi deyim. Bir Venesuelan dövlət başqanını götürüb aparıblar, amma onun kadrları idarə edir. Dövlət dağılmır, dövlət yerindədir və Amerikanın dediyi bütün təklifləri qəbul edir. Elə deyilmi? Xahiş edirəm, qarşılıqlı danışaq. Qəbul edir, elə deyilmi? Oyun. Bu oyunda biz də iştirak eləyək. Bundan sonraki dövrdə Venesuelan prezidenti kim olacaq, dövləti kim idarə eləyəcək, deməli kimdən asılı olacaq? Amerikadan asılı olacaq. Burada təkcə iqtisadi faktor var, gəlir faktoru var, dünyanın ticarət faktoru var. Amerika ona yiyələnmək istəyir, ona sahib olmaq istəyir. Amma biz imkan verməməliyik ki, gəlib qulağımızın dibində İranda Amerikası, İsraili bu rolu oynasın. Başa düşdünmü? Bu rolu oynasın. Bizim məqsədimiz nədən ibarətdir? Bəli, prezident keçid dövrü üçün ola bilər. Verdiyi öhdəlikləri yerinə yetirmədi Türklər qarşısında. İkinci turada Türklər çıxartdı, onu qalib oldu. Başa düşürsənmi? Bunların hamısını bilirik. Biz işimiz burada oturub aylarla analiz elədik, bunun üstündə işlədik. Amma bir günləri doktorun mən Türkəm deyə bağırması hələ bir orada böyük bir buyatdır. Və bu sözünə görə də həmişə təzyiqlərlə üzləşir. Təzyiqlərə üzləşib də. Amma gəl belə götürək. Hər ikimiz hüquqşünasıq. Gəl belə götürək. Səlahiyyəti varmı ki, bunları eləsin? Aha. Mənim deməyim. Aydındır. Əli bəy, Mahmud bəy, siz necə düşünürsünüz? Səlahiyyəti varmı? Edə bilərmi Pezeşkiyan? Pezeşkiyanın heç bir səlahiyyəti yoxdur, eləyə də bilməz, savadı da çatmır, sahəsi də başqadır və bu millət, mən 10 ildir İran alimlığını almışam, 10 ildən sonra, 10 ildən 21 ildir parti rəhbəriyəm, yəni hər tərəfli mən İran cəmaatına da fikir verirəm, insanlara da. Necə ki, müsəlmandırlar da, deyirlər Allah istəməsə ağaçdan bir yarpaq daha yerə düşməz. Bu millət nə başına gəlibdir, millətin öz istəyi ilə başına gəlibdir. Mənim zamanı ki, biz Avropada da prezident seçkiləri görmüşük, bələdiyyə sədrlərində seçkilərini görmüşük. Mənim məmləkətimdə nə problem var? Bu problem var, bu var, bu var. Bərməbnayı bu, mən kimsəni seçməliyəm. Və bu təəhhüd verməlidir ki, bunları eləyəcəkdir və o seçilməlidir. Adam heç bir təəhhüd verməyib. Yəni, cərrahın hal-hazırda bu məsail, problemlərin qarşısında bu nə eləyə biləcək? Yəni, ədalətdən də baxsan,
Qardaş, haqq vermək lazımdır. Haqq vermirik ha Mahmud biz bəy, buna. siz alimsiz, hörmətimiz var. Amma bir şey deyim, mən o səlahiyyət, yəni həkim olmağından söhbət getmir. İnsani cəhətdən İqtisad hakimiyyətə gəlmək üçün önəmli deyil. Bu günləri Gürcüstanın prezidentinin heç bir ali təhsili yox. Futbolçudur. Amma Gürcüstanın prezidentidir. Üzr istəyirəm. Yəni siz əgər alimsizsə, beynəlxalq aləmdə belə tədqiqat işləri ilə məşğulsunuzsa, partiya sədrisinizsə, elə şeyləri konkret olaraq bu günləri rejim olaraq dünyanın bütün normativ aktlarını tapdayan İranda molla rejimi var. Beynəlxalq normaları tapdayan İran rejimi var. Onlar səlahiyyət vermir prezidentə. Prezident adi bir icra başçısı kimi şeydir. Tapşırıqlar əsasında fəaliyyət göstərir. Amma bizim istəyimiz odursa, Amerika, İsrail, sən demokratiya istəmirsən, Amerika, dünyaya demokratiya bağırırsan. Bəli, Venezuelada elədiyin kimi, molla rejiminə gəl kömək elə. Rıza Şahın oğlu ilə niyə görüşürsən? Burada əhalinin 70%-ni təşkil edən türk xalqı var. Böyük türk xalqı var. İmperiyaların əsasını qoyan millət var. İranı min illərlə idarə edən dövlətin sahibi var. Sən niyə onlarla danışığa getmirsən? Sən onu gətirə bilməyəcəksən axı. Bir dəqiqə, söhbət bundan gedir. Və söhbət nədən gedir? Hüququn terminindən gedir. Hakimiyyətin bölünməsindən gedir. Hakimiyyətin ötürülməsi də orada olacaq. Bu günləri biz dinc yolla hakimiyyəti, molla rejimi devrilsin, hakimiyyəti Pereşyana verilir, bu keçid dövrü içində. Sizin kimi alimlər var, sizin kimi xaricdə fəaliyyət göstərmiş, nə qədər beynəlxalq təcrübəsi olan tədqiqatçılarımız var. Bunların hamısı sabah cəlb olunacaq ora. Amma söhbət ondan gedir ki, biz demokratiya keçid üçün, dünyaya özümüzü inteqrasiya eləmək üçün biz hökmən İranı dağılmağa qoymamalıyıq. Dağılmağa qoyma və bunda da əsas məqsədimiz Pereşyanı daim orada oturtmaq deyil. Dövləti qoruyub saxlamaq üçün. Bu hakimiyyətdən istifadə edib Pereşyanın legitimliyini tanımaq lazımdır, səlahiyyətləri ona vermək lazımdır. Bunu demək istəyirəm. Amma sonraki 1 ildən sonra dəyişəcəksən, 2 ildən sonra dəyişəcəksən və dünya təcrübəsi də göstərir ki, farslar da bizlə yaşamaq istəmir türklərlə. Bu 5 ilin, 10 ilin prosesini də azad, dinc və sülh yolu ilə aparmaq lazımdır. Millət hal-hazırda qalxıbdı, dayanmayacaqlar. İranda hal-hazırda problemlər en qədər çoxdur ki, 2 il, 3 il dayanmaq mümkün deyil. Dərhal millətin istəklərini vermək lazımdır. Dəlildir, kim verə bilər? İndi Putinin Trumpın adını vururlar küçəyə. Niyə vururlar küçəyə? Çünki deyir, bu adam gələcək, məmləkətimin problemlərini həll eləyəcəkdir. Ona görə vururlar. Trump harda problem həll eləyib? Məsəl deyirik də, məsəl deyirik. Mahmud bəy, millət vəkilindən seçkilərdə mən şəkillərimi verirdim, cavan uşaqlara da paramı verirdim, gedib divarlara şəkilimi vururdu. Bugün o Fars əyalətlərində Trumpın şəklini vuranlar şahın parası ilə bugün Amerikada hərəkət edir. Bunu hamımız bilirik. Kiminsə təzə ya da kitab açmağına, kitab yazmağına ehtiyac yoxdur. Amma bizim istəyimiz odur. Bayaq biz bir müdrik kəlamı gətirdim. Əgər ideyaları kütləyə qəbul elətdirə bilirsənsə, gücə çevrilirsən. 10 illərdir bizim güney dediyimiz türk torpaqlarında haray mən türkəm, dünya səni eşitmir. Sənin ideyaları dünya qəbul eləmir, gücə çevirə bilmirsən, çünki sən türksən. Sən özün necə çevrilməlisən? Onun siyasətinə qarşı hansı oyunu aparmalısan? Bax, indi o qlobal problemlər var, o qlobal problemlərin içində bəli, doktor çıxa bilməz. Amma doktor dövlətçiliyi qoruyub saxlamaq üçün bizim yeganə alətimizdir. Bax, bunu düşünməliyik. Yəni, həm orada yaşayan Azərbaycanlılar üçün, bəlucilər üçün, farslar üçün. İran milləti ağahdır, neçə illərdir də getdikcə daha da ağahlaşıb, daha da, yəni o həddə deyil, o şahın zamanı, dəyişim zamandan indiyə, o 40 ildən indiyə insanlar çox ağahlaşıb, çox həddi o kimi seçəcəyəm, nəyi seçəcəyəm, hamısını bilərək, yəni biz böyünlərimi bir ağah millətdən. Siz 10 il o Avropada yaşamısınız, Əli bəy də bir 40 ildir İrandan çıxıb bütün beynəlxalq aləmi gəzir. Mən bir beynəlxalq təcrübəsi olan adam kimi deyirəm. Bir dənə, 10 dənə adam ver, Məsud Pereşyanı çevirə, yaxşı idarə eləyə bilməsin, orada bir türk dövləti yaradaq, görə dövləti kim idarə eləyəcək. Mən bunu burada açmıram. İllər boyu bununla mübarizə aparmışıq, mücadilə aparmışıq. Yetişmək lazımdır. Millət kimi formalaşmaq lazımdır. O formalaşma bizdə getmir. O formalaşmanı kim aparmalıydı? Tutaq ki, burada indi
Şimali Quzey Azərbaycan adlandırdığımız yerdə tədris müəssisələri Güney Azərbaycandan gələn tələbələrə verilməli idi. Onlar yetişməli idi. Türkiyə də bu rolu oynamalı idi. Digər türk dövlətləri də oynamalı idi. Daha Avropaya üst tutmamalıydınız. Və burada yetişib kadr kimi yetişib sabah ora getməliydiniz. Bütün bunların heç birisi yoxdur. Biz əsir yox, 2 əsir gecikmişik idarəçiliyə. Əli Eşqi, bu suala istəyərdim siz cavab verəsiniz və Mahmud bəy də Avropada yaşayıb, prosesləri bilir, o da cavab verə bilər təbii ki, sizdən sonra. Bu günlərdə belə bir informasiya əldə elədik ki, daha doğrusu dünya mediasından artıq İranın ali rəhbərinin ofisinə yaxın olan məmurlar Fransaya, Sepaha yaxın olan məmurlar isə Amerikaya qaçmaq. Artıq orada vəkilləri işə başlayıb. Onların orada vəziyyəti ilə bağlı sığınacaq üçün, filan üçün. Bunu da onunla əlaqələndirirlər ki, İslam inqilabı niyə məhz ali rəhbərin ətrafı Fransaya? Çünki inqilabın lideri Xameyni Fransadan gəlmişdi. Fransa daha çox siyasi nöqteyi nəzərindən yaxındır bu məmurlara. Sepah da Amerika ilə işləyir. Regionda Ermənistan vasitəsilə, Amerikanın Ermənistandakı səfirliyinin vasitəsilə. Yəni, sualımın və yaxud da ki, arayışımın canı ondan ibarətdir ki, etiraz dalğası bütün İranı əhatə eləməyə başlayıb. Artıq Azərbaycan əyalətlərinə, vilayətlərinə də çatıb. Birisi Ərdəbildə, Təbrizdə axşamdan biz bəzi sosial şəbəkələrdən izlədik ki, insanlar ayağa qalxıblar. Yəni, bu etiraz dalğasının coğrafi arealı genişləndikcə artıq İran həm ali rəhbərin ofisi ətrafında toplaşan məmurlarda, həm də Sepahda. İndi biz bilirik ki, İran iqtisadiyyatının mühüm qolu xüsusən də neft Sepahın əlindədir. Və pulları bunlar qazanır, bunlar xərcləyir. İndi Pezeşkiyan artıq 3-cü mərhələdir də, belə deyək ki, rəsmi prezidentdə, amma səlahiyyət nöqteyi nəzərindən Sepahdan da sonradır. Yəni, bu Avropaya qaçış həm Sepah generallarının, həm ali rəhbərin ətrafında olan məmurların mümkündürmü? Belə bir versiya eşitmişsinizmi siz? 2 gün bundan öncə Sepahın ittilatı, İranın neçə ittilat var da, yəni MİT təşkilatı var. Bir də Sepahınkidir. Ən güclü bir dəqiqə başları, o da Ağıya bağlıdır, Ağanın oğluna bağlıdır, Müştəbə Xameneyə bağlıdır. Belə bir bəyanıya yayınlandı ki, bütün o bəsici qüvvələr və Sepahın qüvvələri qaralaxa, yəni millət necə biz geyinirik belə qaralaxa paltarlarında millətin içinə o mən bunlar ixtişaşkı demirəm. Etirazçıların içinə dalsınlar, girsinlər və pəhləvi pərəst şüarlar verilsinlər. Bütün millət də, yəni bizim millət də bir əvam millətdir. Yəni çox da siyasi şuuru düzdür, 47 il bundan qabağa nisbətən baxanda indi bizim millətin siyasi şuuru daha yüksəlibdir. Amma yenə də hələ o mərhələyə çatmamışıq. Əgər 5 də 10 dənə pəhləvinin lehində şüar verirlərsə, millət onun dalında gedəcək. Yəni bu şüar oradan yaranır. Bir də bunu bildirim ki, İran daxilində İran milləti yoxumuzdur. İndi Mahmud bəy İran milləti. Bizim İran milləti termini adı dünyada bir termi yoxumuzdur. İranda yaşayan millətlər vardı. İranda yaşayan xalqlar vardı. İran milləti bir kimlik yoxumuzdur yəni. Bu da düzəliş verin bu Mahmud bəyin bu ifadəsinə. Qaldı geçdi Xameneyin qaçması və yaxud Sepahın və ya yüksəli məmurların qaçması. Oradan ki, xəbərimiz vardı və bilgi sızıb eşiyə Tehranda İmam Furtqanına, yəni Xomeyni Furtqanına, yəni aeroportundan bu dəqiqə Rusiyanın 2 dənə uçağı orada bəkləməkdə zorundadır. Əgər Xameneyi büyünlərimi başqa yerdə, Fransiyada getsə və ya Xameneyin ətrafı, ailəsi Fransiyada getmək istəsə, Rusiya üzərindən gedəcək ora. Birbaşa İrandan uça bilməyəcək ora. Yəni bu dəqiqə Rusiya təyyarələri orada var. İngilis də dünən İsrail gündəmə İngilisin baş naziri sözçüsü tərəfindən, Xarici İşlər Nazirinin sözçüsü tərəfindən beləncə bir bilgidə yayınlandı ki, bu dəqiqə 62 ton İrandan qızıl Rusiyaya gəlibdir, onunla qarşılığında bəzi silahlar gəlibdir və anlaşmalar gedir. Onu əgər büyünləmə biz biliriksə, burada siz bilirsinizsə, dünyanın mətbuatı bilirsə, bilmirsə, yəni biləcəkdir. Yəni İranda gedən proseslərin tamamilə hamısı nəzarət altındadır. Bizim yox. Güclərin nəzarətində təbii ki. Biz də bu fürsətdən biz Türk xalqı olaraq, böyük Türk milləti, uca millət olaraq biz də bundan yararlanmamız gərəkir. Biz 12 gün susduq və bizim susmamız bahis oldu ki,
Bəli, Pəhləvini bu rəqəm gətirməsinlər. Bunu da vurğulayım sizə. Əgər sabahlarıma hər hansı bir nədənlə, hər hansı bir güc qarşısında Pəhləvini gətirəcək yuxarıya qoyarlarsa, o zaman İranın iç savaşı qaçılmazdır. İç savaş, İç daxildə. savaş, daxil savaş. Aha. Bu qaçılmazdır. Biz Türk milləti ilə bu savaşa hazır olmamız lazımdır bu dəqiqədən. Əgər Pəhləvi sabahlarıma Trump tərəfindən, İsrail tərəfindən, İngilis tərəfindən, Avropa tərəfindən, hər hansı qüvvə tərəfindən birbaşa türklərin izni olmadan ora qoyarlarsa, savaş qaçılmazdır. Niyaz bəy, olar bir dənə mən əlavə eləyim ki, deməli Əli bəylə tam razıyam. Mən çox gözəl ifadə elədi fikirlərin. 12 günlük müharibədə istəyir Amerika, istəyir İsrail. İstədiyinə nail ola bilmədi. İran qalib gəldi. Niyə görə? O sözü mən dəfələrlə demişəm. Onun istəyi odur ki, xalq ayağa dursun, Rıza Şahın oğlunu gətirsin. Şahlıq bərpa olunsun. Buna getmədi. İkinci bu başlanan inqilaba doğru gedən güc onu göstərir ki, Amerika Seyid Əli Xəmeyniyə dəvət eləyib hakimiyyətin ona təhvil verilməsin. Mən sizə deyim. Bu Venezuela variantı ola bilərmi? Dəvət eləmədi, İcazə gəldi. verin, mən fikirlərimi deyim olduğu kimi. Yəni, mən əgər Avropa rəhbəriyəmsə, mənim də bilgilərim biraz çoxdur. Mən bunu qabağa bilirdim. Haradasa 1-2 ay, 3 ay qabağa. Əli Seyid Xəmeyni buna getmədi. Getmədi. O adı Venezuelanın qabağa salması, o Trump'ı təhqir eləməsi ilə qəbul idi. O qabağa düşdü. Əslində bu variant İranda baş verməli idi indi. Əli Xəmeyni dünən də müraciətində bunu qəbul eləmədi. Burada variant ən güclü Əli Xəmeynini də çevirə biləcək Sepah var və Sepahın pulları da Amerikadadır. Sepahı da Amerika idarə edir. Bəli. Bir mənalı. Bir mənalı şəkildə Amerika idarə edir və Əli Xəmeyniyə öldürüləcək. Ya başını götürüb Rusiyaya qaçacaq. Bu Şahın oğlunun gətirilməsi İranın dağılması deməkdir. Yeni inqilabın baş verməsi deməkdir. Bunu mən istəyirəm. Çox arzu eləyirəm olsun. Mən sülh yolu ilə istəyirəm. Hakimiyyət Məsud Pezeşkiyana keçsin, sonraki hakimiyyət tam Türkiyə gələnə bilsin İrana. Aydındır. İrana. Bu nə verə biləcək? Bu İranın parçalanmasına gedəcək. Orada olan Türkistan torpaqlarından ola bilər Kürdlər biraz ayaq qaldıra bilsin, ərəblər ayaq qaldıra bilsin. Son nəticədə onlar da təslim olacaq. Farslar gəldikləri torpaqlara qayıdacaq. Əgər Rıza Şah bugün Amerika istədiyi ilə gətirib oturtaca biləcəksə, Əfqanistanın talihini yaşayacaq. Türklər orada sağ yaşamağa haqqı olmayacaq. Sağ yaşamağa haqqı olmayacaq. 45 milyon türk hakimiyyəti yenidən şaha verib 45-46-nın talihini yaşaya bilməz. Fürsətimiz var, danışırıq burada. Mən istəyərəm ki, hər kəs, yəni mən İranlı olaraq, mən İran xalqımı daha da hər kəsdən daha yaxşı tanıyıram. Başqa Türkiyəlidən də, Azərbaycandan da, Əfqanlıdan da, ümumi hər kəsdən daha yaxşı tanıyıram. İran, siz alimsiniz. İran xalq kimi formalaşmır. İran milləti, xahiş edirəm, İran milləti ümumi şəkildə Kürd olur, Fars olur, Ərəb olur, nə olur olsun, bir ailə şəklindədir. Biz onu qoruyuruq, saxlayırıq və hər kəsdən də istəyimiz budur ki, bu ailəyə hörmətlə yanaşsın. Kimsə heç bir millətə mümkün deyil ki, bir ovuş dahi torpaq verilsin. O parçalanmayacaqdır, mümkün də deyil. Əgər biz düzdür tariximizi də bilirik, əgər bir qidmətimiz vardır, o deməkdir ki, bizim dünya görüşümüz çoxdur, biz hörmətli olmalıyıq, mərhəmətli olmalıyıq. İndi bu vəziyyət elə bir vəziyyət yaranır ki, yəni şiddət heç zaman cavabgoyu bu məsələlər olmayacaqdır. 100% elmi şəkildə açıqlama olmalıdır. 100% bir dənə yol qoyulmalıdır qabağa. Biz necə parti sədri olaraq bəyaniyyə verdik. Parti sədri olaraq bəyaniyyə verdik ki, birinci görüləcək işlərimiz bir ay əvvəldə İranda nələrdir? Bəyaniyələrinizi verin. Şahın oğlu heç vaxt eləyə bilməz ki, İranı idarə eləsin. Qorxusundan adam elə indi də dilinə gətirmə bilmir ki, öldürərlər xaricdə biləsin. Əgər sərbəst olsa, şəhamət olsa, dilə gətirər ki, mən istəmirəm. Xaric gətirir də, məcburdur gəlir. Yaxşı, qaçmaqdan deyirsiniz. Heç, bax, o zaman Şahın oğlu qaçdı, uşaq idi, yəni arvad idi, uşaq idi, yəni biz heç nə millət də dalın tutmadı, heç nə problem olmadı. İndi o zaman deyil. Çox diqqətli olsunlar. Heç bir məsuldur,
məsuliyyətinin başının üstündə durmalıdır. Məsələ həll olunsun. Yəni heç kəs bir nəfər İrandan qaçsa da gətiriləcəkdir. Axı məsələ Əgər həll lazım olunmur. olsa millət səfirliğin tullasına eşiyə. Yəni Fransaya getsə İranın Fransaya gedən adamlarını qaytarmasa İranda Fransaya heç zaman haqqı yoxdur səfirliğin qoysun. O cür deyil, o zaman deyil, qapdı qaçdı deyil. Millət zulm çəkibdi. Yəni tarixi bir də təkrarlamaq istəyirlərsə, tarix təkrarlansın. Bir dəfə də bunlar talasın, bir dəfə də bunlar talasın, bu aparsın samolot. Belə bir hadisə yaranmayacaq. İran milləti çox mədəni, köklü, dərayətli, yəni ağahlıq yolu ilə bu məsələlər olmayacaq. Yəni Fransaya qarşı meydan yoxdur. Yəni heç kəs haqqı yoxdur, gedə bilməz. Əgər bu 47 ildə şahın adamları Avropaya, Amerikaya qaçdılar, onlar hansı qaytarıldı? Xamene'nin adamları qaytarılsın. Bax, Heç vaxt qayıtmayacaqlar. Bir də Muda vurğulayıb. Suriyanın prezidenti verir. Bir də Suriyanın Muda prezidenti deyib, baxın bir, məsuliyyətidir. dünyanı idarə edən bir güclər vardı. Biz özümüz o qədər yüksək tutmayaq. İndi deyirsiniz, biz İran ailəsini, İran millətini ailə kimi qəbul eləmirik. Qurtuluş partiyası olaraq. Dünən mənim Urumiyyə dənizin quruyanda hansı şüt dedi ki, Mahabat bəndini suyun asın, Urumiyyə su geçsin. Hansı şüt bunu dedi? yaxşı. Bir Mən də- niyə bir də- o cür lütfen- oldu? Onu da deyin. lütfen Niyə bir- bu- lütfen bir- durdu? lütfen bir Səbəbini dəqiqə. bir araşdırın da. Qarşısını kəsdilər, Səbəbi orası hakimiyyətdədir. gəlmədi. Baxın, niyə demədi? Yox, səbəbi hakimiyyətdə Və deyil. kimdədir bəs səbəbi? Mən deyim də səbəbini biz açıqlamışıq, səbəbin rah həllini də demişik, qurumamışdan qabaq da dedik. Səbəbi budur ki, neçə yüz illərdir yağış yağır, qumu, daşı gətirir, göldür. Bu göldür. İndi belə olubdu. O qədər qum, daş gəldi, yığışdı oraya. Yox, orada olan o Yox, yox, dağın, yox, o- qumun yağışa elə bir yada təsiri Qardaş, olmaz göl ki. belədir, bax indi. O Göl belə axıntı- olmalıdır. axıntı ilə quruya bilməz axı. Maqnatizmini Axıntı əldən ilə alıb, quruya yəni bilməz. çəkəcək gücdə yoxdur da bu. Bu göl olmalıdır maqnetizm şəkildə suyu çəksin Yaxşı, özünə. qumu gətirir, yağış da gəlir. Yağış suyu bərpa eləyirdi. Avropa kimi sədd qoyurlar qabağına, yağış yağandan, qutulandan sonra Yox, o orada qumları çayın daşıyırlar. qabağını Qardaş, kəsdilər, bunlar ora gələn elə o Onu əgər sən Mahmud bəy, bilirsinsə, alim adamsız orada yeraltı çaylar var, ora gələn. yox, Bəli. hakimiyyət O bunu bir dəqiqə üzr bilmirsə, istəyirəm. qumla Əli bəy, gəlir orada olub. Əli bəy, mən Bilməsi ondan lazımdır məşğul hakimiyyət. olmuşam. Mən Bilməsi ondan, Niyaz bəy, lazımdır. mən ondan məşğul olmuşam. Orada yeraltı çaylar var. Orada yeraltı çaylar Sepah tərəfindən partladılıb hamısı. Bunu bilirsiniz siz alim kimi. İstiqaməti dəyişilibdir və Urmugölü ona görə. Bax, mən ilk dəfə açıram bunu. Hardasa 5 ildən, 3 ildən, 10 ildən sonra bunu deyəcəklər. Mahmud bəy, siz deyirsiniz ki və israrla qeyd edirsiniz ki, heç kim heç yerə qaça bilməz, hamı öz işində olmalıdır. Bax, bir neçə gündür ixtişaşlar başlayıb, daha doğrusu etirazlar başlayıb, buna ixtişaş deməyək, etiraz sonradan çevrilir, bəzi provokatorların səyi ilə ixtişaşlara. Əli Eşqi bunu açıqladı biraz əvvəl ki, hansı formada olur. Bax, bu etirazlar fonunda dünənləri biz Seyid Əl-Xamneyinin insanlar qarşısında, ətrafı qarşısında çıxışını seyr elədik. Bir geri çəkilmək, islahat vədi vermək, problemi aradan qaldırmaq yoxdur axı. Yaxşı, bu etirazçılardan haqlarını tələb eləmək üçün davam eləyəcəklər də. Bax, buna nə deyirsiniz? Siz də bir neçə gün bundan qabaq sizin Sosialist Espa Partiyasının bəyanatı oldu. Siz də təxminən bu istiqamətdəki mərdumun vəziyyəti ağırdır, insanların vəziyyəti çətindir, dövlət, hökumət olaraq, nə bilim, ali rəhbəri olaraq bu məsələyə qol qoymalıdır. Ölkə dağılır, bayraqlar yandırılır, nə bilim, hər şey olur, heykəllər vurub dağıdılır filan bəsməkən, amma İran hökuməti, mövcud hakimiyyət, indiyə Pezeşkiyanın səlahiyyəti çatmırsa, ali rəhbərin səlahiyyəti çatır da. Çıxa ki, ay insanlar, sakitləşin, nə istəyirsiniz? Düzdür, indi mən müsahibə verilişin əvvəlində qeyd elədim ki, körtəbliyi var, lideri yoxdur, çağırasan, söhbət eləyəsən, dərdin nədir? Və bu dərdə dərman tapaq. Yəni, hökumətin də belə bir təklifi yoxdur axı. Belə onun halda nə etməli insanlar? bax indi hökumət düzdür eləyə bilməyibdi, səhv addımlar atıbdı, gəlib bu yerə çatıbdı. Amma bundan sonra çox diqqət eləməlidir ki, nə edəcək, nə işlər görəcəkdir. Yəni xəyanətə gəlib çevirməsin. Yəni xəyanətkar kimi adlanmasınlar. Biz hələ İran hakimiyyətin Etiraz nəzir xəyanət ola bilər. bax İnsan haqlarını tələb edirlər. haqlarını Tələb əgər verə Xəyanət deyil bilmirlər, axı. haqlarını verə bilmirlər, Yox, bütün bir İranlılardan millətə bəyaniyələrini xəyanət gözləməlidirlər. Hər kəsdən bəyaniyələrini gözləməlidir. Onların bəyaniyələrini millətə təqdim Bax, siz etməlidirlər. bəyannamənizi millətə təqdim eləməsiniz, düzdürmü?
Sizə bir cavab Mənim gəlirmi? 17 dənə İranda tərhim yatıbdı. Əgər indiyəcəkdəki İranın alimlərinə, nüxbələrinə hörmətsizlik olubdu, yəni etibar verməyiblər, bu yenə də millətin özünə qayıdır. Millət necə ola bilər ki, bir ölkədə top oynayanına, oxuyanına irələ hörmət eləyir, aliminə hörmət eləmir. Bu millət elə bu günə düşəcəyi də düşdü. İndi bu vəziyyətdən çıxmaq lazımdır, ağıllı canasına. Onda o hakimiyyətə qarşı xəyanət eləmir ki, etirazın bildirir. Etirazın bildirir, eləməlidir. Əgər bildirməsə problemdir. Bu indi dövlətin də bir vəzifəsi var. Bəli, axı. bildirməsə millət özünə Qaçıb xəyanət getmək edir. xəyanətdir. Qaçıb getmək xəyanətdir, əlbəttə Millət ki. qaçmır axı, millət yer. Millət Millət qaçmır, yox, söhbət məmurdan gedir. Məmurdan Məsuldan qaçsa gedir, əgər- sepahdan gedir. Şahın oğludur, ya mücahidinin xalqidir. Biz bunları dərindən və yaxından tanıyarıq. Dərindən və yaxından Mənə elə tanıyarıq. gəlir Bunlar- Mahmud bəy İranın içində olsa da, İranın problemlərini hələ bilmir. Alimimizdir, gözəl oğlandır, gözəl partiya başçısıdır. Yəni fikrimi deyim ki, o gələcəkdə özü üçün ölçü götürə bilsin, cavan oğlandır. İranın problemlərini bilmir. İran adlanan yer nədir? O problemi bilmir və İran adı hardan daşıyıcılıq gəlir, heç onu da bilmir. İranlı deyir, özünə İran milləti deyir. Təəssüf ki, belə gənclərimiz çoxdur. İstəyir elmlər doktoru olsun, professor olsun. İran anlayışı ümumiyyətlə türk dünyasında qəbul edilməz bir məfhumdur. Türk dünyası. Yəni dünyada təkcə türkdən ibarət deyil axı. Yox, təbii ki, türkdən ibarət deyil. Və fikir verirsiniz, Hindistanı türklər idarə eləyirdi, fransızlarla ingilislər gəldi, devirdi, Hindistanlara hakimiyyət verdi. Hindistanlara hakimiyyət verdi. 23-cü ildə Səttarxan hərəkatından, Heydər Əmi oğlu hərəkatından başladılar. İngilislərin, fransızların əli ilə o mədənlər, o qızıl mədənləri, neft yataqları əllərindən çıxmasın. Türkləri ayağa qaldırdılar və hakimiyyəti dəyişdilər, verdilər şaha və şahın əli ilə idarə elədilər. Necə bu cür Venesiyalda idarə eləyəcəklər sabahları. Əli bəy, istəyərdim ki, bax Mahmud Şirvaninin bu fikirlərinə bir münasibət bildirəsiniz. Niyə siz münasibət bildirəsiniz? Siz hər ikiniz Güney Azərbaycandansınız, prosesləri bizdən daha yaxşı bilirsiniz, daha yaxınsınız. Lütfən. Özümü kameraya çevireceğim, verilişin ahireleridir. Bir iki cümleden ibaret bunu demeliyim ki, biz özümüzü, yani Kurtuluş Partisi'ne özümüzü İran hesap etmiyoruz biz. Biz özümüzü ve bizim arkamızda gelen dostlarımız, bizim taraftarlarımız, bizim soydaşlarımız, Türk halk milleti özünü İran hesap etmiyor. Özünü Türk hesap edir. İran'da o demekler ki ben şimdi İran pasaportu taşıdım, İranlıyım. Yok. Ben Türk'üm. İran terimini, İran kelimesi 100 yıl bundan qabaq yarandı. Hamı da biliyor necə yarandı. İranda iki daha çıxış yolu vardı. Üçüncü çıxış yolu yoxdur. Əgər mərkəzli sistem İran dağılmadan hər hansı bir xarici güc bir nəfəri gətirib ortaya qoyacaqsa ki, bu İranın hakimidir, o Türkdən ibarət olması lazımdır. Türkdən başqa ayrı şey ola bilməz orada. Qeyri-mümkündür. Nə Fars ola bilər, nə Ərəb dostlarımız ola bilər, nə Bəlus ola bilər, nə Kürd ola bilər. Qeyri-mümkündür. Amma bir şey deyim, o xət boyu Suriyadır, İraqdır, filan Kürdlər çox fəaldır son proseslərdən Tabii. Dünənlərim yox, istirahat günlərimə Kürdlərin 7 dənə partiyaları, bilirsiniz, Kürdlərin partiyalarının hamısı silahlıdır, hamısı müsəlləhdirlər. Hamısı silahlı mübarizə aparırlar. Partiyaların hamısı Türk millətinə qarşı. Fərq eləməz. Ya İraqın daxilindəki Türkmen qardaşlarımız olsun, Kərküklər olsun, ya Türkiyə ərazisində olsun, ya Suriyə ərazisində olsun, ya indiki İran adlanan coğrafiyada olsun. Bu 7 dənə partiyanın missiyası, funksiyası, vəzifəsi, öhdəliyi Türk ilə mübarizə aparmaqdır. Bəyanıya verir ki, Bakıdan İrana qədər, Bakıdan Fars körfəzinə qədər Kürt ərazi, Kürt coğrafiyası, Kürt torpaqları və dünyanın ayağa qalxsınlar. Və ayağa da qalxdılar, təbii ki. İki daha çıxışı vardır. Əgər İran sistemi dağılmadan, indiki coğrafiya pozulmadan bir yerdə saxlamaq istəyirsə, hər hansı bir xarici qüvvələrə qoymaq istəyirsə, bu qeyri-mümkündür. Onda bizlə savaş girmələri lazım. Açıq-aşkar buradan mən söyləyirəm. Əgər bu eləsələr, o zaman İran parçalanması lazımdır. Biz Güney Azərbaycan olaraq Güney Azərbaycan televiziyonu işlədəcəm burada. Bu dəqiqə opozisiyanın çoxu, Türklərin opozisiyonu təbii ki deyəm, biz istiqlalı seçəcəyik. Bizim kifayət qədər yeraltı mədənlərdə varımızdır, yerüstü mədənlərdə varımızdır, kadrda varımızdır, hər şeyimiz var hazırdır özüdür.
Yəni Niyaz bəy, bu partiyalar 45-46-cı ildə yaranan Amerikanın hərəkətinə qarşı bunlar həmin o dövləti bərpa eləmək istəyirlər. Çox belə acizanə bir fikirdir. Yenə də həmin dövr gəlib, Tehranda yaşayan 10 milyon türk əlində silah gəlib Təbrizlilərin başını kəsəcək. Türkistan uğrunda mübarizə aparmaq lazımdır. Geniş coğrafi anlayışdan yanaşmaq lazımdır ki, bu günləri o məmləkətə sahib ola bilərsə. Mən bir şey də xatırlayım. Bugünkü müasir keçən əsrin üstünə atırıq. Heydər Əmioğlu, Səttarxan, bu türk hakimiyyətinin, Qacarlar hakimiyyətinin devrilməsində əsas günah da onların özündə olub. Türkistan torpaqlarında Səlcuqlardan başlayaraq paytaxtı İsfahan eləyib tayfa adları, sülalə adları qoyublar. Səlcuqlar, Səfəvilər, Əfşarlar, Qacarlar. Əgər doğrudan da Cənubi Türkistan, Şərqi Türkistan bu ifadələrlə yaranış olsaydı, dünya bunu psixologiya qəbul eləyəcəkdi və bu gün o torpaqlara kimsə girib şahlıq eləyə bilməyəcəkdi. Mən də istəyərəm ki, bir millətimlə elə bir vaxtımız vardı, bir İran alimi kimi, bir parti rəhbəri kimi, bir yol göstərmək kimi. Yəni bizim vəzifəmizdir ki, millətimizə əlbəttə ki, yol göstərək. Hər anın bir səlahiyyəti var, bir işdən anlayışı olduğu kimi millətin ayağa qalxmağı, ixtişaşlarıdır, etirazlarıdır, təqdirə şayandır. Elə İran millətinə yaraşırdı, elədi və bizim bu millətin problemi bizim iç məsələmizdir. Millət özü bu məsələni içində həll eləyəcəkdir. Heç bir qüvvənin təvəssütü ilə heç bir nakaramət bir şəxs İran gətirib məsuliyyətdə qoya bilməz, mümkündür. Millət indi o ağahlığa çatıbdır ki, bilir nəyin müqabilində nə istəyəcəkdir. Yəni kimsə başının tükünə görə ya kimsə ilə gücünə görə, maşınına görə, varına görə heç bir milaç deyil. Yəni insanlar buna rəy versin. İranın hal-hazırdakı o şəxs ki, gəlir oraya, İranın tamami ərazi birliyinə hörmət eləməlidir. İkincisi, bütün problemlər, mövcud problemlərin həll eləməyinə görə fakt qoymalıdır ortaya. Üçüncüsü də əlbəttə ki, millətin haqqı, hüququnu tamamı şəkildə açıqlaması ilə bir yerdə stolun üstünə qoymalıdır. İndi o şəxs kim olursa olsun, ola bilər bir qıçı da olmasın, ola bilər əlil olsun, hər kim olur olsun, biz onun əlini də öpürük siyasi olaraq, siyasi rəhbər olaraq, biz millətin yanındaq, dəlil deyir ki, o millət bizi istəsin, ya bizi istəməsin. Mənim özüm şəxsən rəhbərlik alandan sonra, əlbəttə ki, mən indi rəhbərəmsə, bu millətin problemlərini mən cavabdehlik daşımalıyam axı. O məsələyə didqahdan mən məsələn İrana gəldim, tərhləri səbt elədim. Ki, indi əlimi qaldırıb bir parti rəhbəri olaraq millətə deyirəm, millət, mən parti rəhbəriyəm, sənətdən bütün eləyəcəyim işləri İranda səbt eləmişəm. Eləyə biləcəyim işləri ki, İranda eləyə biləcəyim, 12 dənə layihədir, bir ayın ərzində icraya olunacaqdır, hamısını səbt eləmişəm. Mənim kimi bütün parti rəhbərlər ya müdafiə millət bəyaniyələrin verməlidirlər açıqlama ilə. Ahmad bəy, mən sizin soyadı Şirvanlı olduğunuza görə, soyadınıza görə hörmətlə yanaşıram və fikirlərinizə də hörmətlə yanaşıram ki, azad fikirlərinizdir. Amma sizə bir şeyi xatırladım ki, 23-cü ildən üzü bəri, 1923-cü ildən bəri, yəni bunu biləsiniz, siz cavansınız, hələ gəncsiniz, İranın taleyin xarici qüvvələr həll eləyir. Təkcə bir şeyi xatırladım, Venesial dövlətinin başçısının uğurlanması təzə hal deyir. 45-46-cı illərdə şahı devirdi Amerika, şahı devirdi və sürgün elədi Afrikaya. Bunu xatırlayın və sonraki illərdə məqsədinə nail olandan sonra 79-cu illər neftə sahib olandan sonra təzədən qaytardı, gətirdi, oturdu, hakimiyyəti oğluna verdi. Və sonraki dövrdə də İmam Xameyni adlandırdı o. Daha başqa ifadə işlətmirəm. Fransanın əlinin, kəşfiyyat qüvvələrinin əlindən gəlib bir anda hakim olması, bunların bilirsən nə səbəbi var? Əslində türkləri ayağa qaldırdılar. Hakimiyyətdə türklər təmsil olunmasın. Hakimiyyətə türklər yiyə olmasın. Bütün xarici qüvvələrin bugünün özündə də, bilmirəm İsrail istisnadır ya yox, Amerika başda olmaqla hamısının məqsədi ondadır. 23-cü ildən İrana hakim olub, onun iqtisadi baxımdan talayırlar. Bugün də ona lazımdır ki, elə bir adam gətirsinlər və ona sahib olsunlar. O cürdür, bəli, mən sizin
çox razıyam, dediyiniz sözdən çox razıyam. Əlbəttə ki, əgər xarici qüvvə əli olmasaydı, barmağı olmasaydı İranda, indi hal-hazırda İran Azərbaycanla da dostuydu, Türkiyə ilə də dostuydu, Əfqanistanla da dostuydu, Pakistanla da dostuydu. Bu xarici qüvvənin gücünün isbatıdır. Necə ola bilər ki, 40 milyon Azərbaycanlı məsəl Niyə deyirəm. 45 milyon sən orada öz sözü alim kimi deyib Türkiyə ilə Azərbaycanla dost ola bilmirsən? O xarici qüvvə imkan verməyəndən sonra Xarici siyasət qüvvə nəyinə lazımdır? Demirsən İran dövləti monolit dövlətdir, bir millətdir. Və sən orada söz sahibisən, 45 milyonsan. Niyə imkan verirsən ki, Türkiyə ilə Azərbaycanla dost olmasın İran? mən indi gəlmişəm buraya sayılıram. Mən orada olanda 100 milyonam. Mən sayılmıram. Mən Niyə sayılmıram. Sən İranlı kimi qəbul eləmir heç kim. İran milləti kimi. Heç Bilirəm. sən özün Bu- də özü qəbul eləmirsən. Sadəcə burada da. Əlbəttə ki, yaraşır, sizə yaraşır, Türkiyəyə də yaraşır, İranın millətinə qarşı bu həddə səmimiyyətiniz təqdirə şayandır. Mən də hörmət eləyirəm. Əlbəttə, qəbul eləyirəm. Siz elə bu cür olmalıdır, bu cür Yox, göstərməlidir mən və bu cür 45 milyonu özüm danışılmalıdır. kimi qəbul eləyirəm. Qalan millətlərə də hörmətim var millət olaraq. Mən ona görə hörmətdən çox dərin hörmətim var da. Amma mən şəxsən özüm İran içində olanda özümü 100 milyon sayıram. Bütün kürdlər kimin, ərəblər kimin, farslar Təbii ki, kimin. bizdə də var etnik qruplar. Bütün 44 günlük müharibədə bizdən qabağa müharibəyə getdilər. Torpaqlarımız uğrunda mübarizə apardılar, şəhid oldular. Dostlar, artıq 1 saata yaxınlaşır. Mən yekunlaşdırmaq məcburiyyətindəyəm. Son olaraq gözləntiləriniz nədir? Nə baş verəcək və Azərbaycan dövləti bu kimi məsələlərdə xalq, millət, toplum olaraq, indi düzdür, dövlət rəsmi qaydaya hər hansı bir açıqlama vermir, sadəcə İranın daxili işi hesab edir. Amma siz perspektivdə bu etirazların hara qədər gedib çıxacağını qısa xahiş edirəm. Əli bəy, sizdən başlayaq və belə davam edək. Mən söhbətimin əvvəlindən dedim, indi də yekunlaşdırıram. Əgər türk milləti orada bir olacaqsa, sözü bir olacaqsa, o güc kimi formalaşıb indi, o ideyaları xalqın beyninə yer edib, Amerika istədiyi adamı gətirib orada oturda bilməyəcək. Hakimiyyət dinc yolla dediyim var, Venezuela variantında indiki prezidentə bütün səlahiyyətlərlə veriləcək, sonraki prosesləri də ki, xalq öz içində həll eləyəcək. Əli Eşqi, sizi eşidək. Mən düşünürəm ki, Niyaz bəy, biz Türk milləti olaraq böyük sınaqdan keçirik bu dəqiqə. Bütün dünyanın gözü biz Türk millətindədir. 40 milyon, 45 milyon Türk millətindədir. Əgər biz sözümüzü bu zaman deyə bilsək, 100 illik isarətdən qurtaracaq. Əgər hər hansı bir Amerikanın istədiyi adam gəlsə, yuxarıda mərkəz əyləşsə, işte onların fikirləri şahdır da, bu dəqiqə Amerikan səsi televiziya kanalına bir dənə kürdü qoydular. O kürt ki, Əli Cavan Mərdi adında, o kürt ki, bu dəqiqə İqdimi Kürdistanda yaşayan kürdüdür, özü də İran kürdlərindən orada yaşayırdı. Şahın da məndən də qatı şahın düşmənidir. Məndən də qatı onun müxalifidir. Yüksək dərəcədə. Apardı onu qoydu Amerika səsinin başkanı və dünən nəmə Pəhləvin lehinə səs verdi. Əgər bu günlərmə Amerika deyən adam gəlsə, İranda mərkəzin başı geçsə, ey Türk milləti birinci, Şahan oğlu gəlsə, 24-25-ci ildəki 25 bin nəfərimizi qırdı, bu dəqiqə 25 milyon nəfərimizi qıracaqdı. Görək ki, prosesdə... Bunun qabağını almalıyıq biz. Şahın oğlunun əksinə ki, mən 40 ildir, 47 ildir Amerikada yaşayıram. Bir dənə millətin azadlığına görə mən öz azadlığımı fəda eləyə bilmərəm. Amma əgər mənim 45 milyonlu Türk xalqım azad yaşayacaqsa, mənim ölməyimdən keçirsə onu, mən ölməyə hazıram. Niyaz bəy, mən bir dənə də söz deyim, icazə ver söz, bir kəlmə. Bu əsas vacib məsələ idi, bizim yadımızdan çıxdı. 79-cu ildən üzü bəri hardasa 200 milyondan 250 milyard arasında İranın nepulları dondurulub Amerikada. Rıza Şahın oğlunun bir tələdir. Amerika həm də biznes dövlətidir. Onu bir aylıq da olsa hakimiyyətə gətirməklə o pulu öz xeyrinə istifadə eləmək istəyir Amerika Trump. Çünki Trump biznesmendir. Yəni bunu da düşünməliyik. Və bir şey də deyib biləsiniz ki, bu indi yox 74-cü ildən üzü bəri gələn proqramdır, İsrail proqramıdır. Əgər doğrudan da belə bir proqram həyata keçirilərsə, bu günləri Şahinoğlu gələrsə, bir ay, 2 ay müddətindən sonra İran 2 yerə parçalanacaq. Farsistan və Türkistan olacaq. O zaman Farsistana Amerikada sahib dura bilməyəcək. Onu da siz eşidək və yekunlaşdıraq. İrandakı indi hal-hazırdakı məsələ, mən bütün dünyaya səslənirəm ki, bu bütün azadə insanlara maraqlandırır.
hər bir ixtişaş, hər bir hərc-mərc dünyaya əks təsir olacaqdır. İrandakı problem dünyaya yayıla biləcəkdir. Mən bütün dünyadan xahiş edirəm ki, azadə insanlardan bəli, bu məsələ ilə bağlı çox həssas olsunlar və köməklik eləsinlər ki, İran milləti sobat və aramişə malik olsun inşallah. İnşallah prosesləri izləyərik, görərik, yaşayarıq. Əziz dostlar, Pozan Mediada daha bir podkastda sona çatdıq. İranı müzakirə elədik. Qonağımız Azərbaycan, Dünya Azərbaycanlıları Konqresinin Avropa təmsilçisi Əli Hacı, Qurtuluş Partiyasının sədr müavini siyasi bölümlər başqanı Əli Eşqi və Güneyli alim Mahmud Şirvani idi. Sağ olun, sağlıqla qalın.